Xop, bu dadaşım inəyi bir dəfə qopardıb gətirib daşı qoyur, torpaq yaxır, yuyur daşı, gətirir daşı, ədviyələri qatır, su qatır, bilməm nə mənədir. Onu tökür, yağı tökür, su tökür. Bəh, xəmiri düzür. Bəd bir zərə səbzi ilə yaxır ora, əti qoyur, pişir bir tərəfi. Hər tərəfi pişir. Bəd o səbzi ki mən biski ilə yaxır ona, bəd onu kərə tökür. Day bağlır, foyulur, bəd gətirir xəmiri. Çörək yapmağa gətirir, bəh, xəmiri açır, hər tərəfin vərdələnir, ondan sonra atır daşın üstünə, daşın üstündəki çörək pişir, gətirir. Ondan sonra filfil sarımsaqları qoyur, ətin arasına, əti atır o içinə. Ondan sonra torpaq tökür kasaya gətirir, ondan sonra neyini zığ düzür. Bəli, zığ düzür, təmiz yaxır ona, təmiz ki yaxır, qoyur otun içinə ki, təmiz onun için məğz poxdular. Ondan sonra gətirib badımcanına ayırır, sarımsaqlar qatır. Daha bir dənə sos kimi düzür, onu qoyur qırağa, gedir vərzişə. Vərziş qutarır, girir suyun içinə çimməyə. Ondan sonra gəlir, onu əti açır, ondan sonra əti qoyur sosun içinə. Bənd-bəndini açır, ondan sonra başlayır əti yeməyə. Hələ ki yemir. Duzu tökür, çörəyi qoyur, əti qoyur və sətini sümüyün arasında tökür onun içinə. Ondan sonra çörəyi ayırır, deyir buyurun. Like da fərəmiş olmasın.